Bu ne kadar devam edecek? Biz dostumuzun biri yazıb. O kadar devam edecek ki biz qətiyyətli millət olana qədər, kişi milləti olana qədər nə vaxt ki beynimizdən çıxardacaq, mən evimin içine atıb satam, ləyaqətliyəm, qutardı getdi. Bu düşüncədən çıxana kimi biz belə devam edəcək. Bundan da beter olacaq qardaşlar. Sizin sözünüzü deyən, ləyaqətli oğullarınızı, sizin hak sözünüzü heç bir marağa dəyişməyən oğulları meydanda tək qoyursunuz. Belə olan halda niye devam eləməsin haqsızlıq? Niye kardeş, niye? Niye? Hələ bizlər varıq, bunlar geri çəkilirlər, qorxurlar it kimi. Gör bizim kimi belə qətiyyətli direniş göstərənlər olmasa bunlar neyniyər? Valla. Siz də dəstək çıxın da, bir sahib çıxın da, bir maddi, mənəvi, nəsə bir əlinizdən gələn eləyin də, nə olar ki, bənə millətsiz siz? Nətər millətsiz? Yaxşı, başa düşürəm, millətin indi maddi vəziyyəti də pis, heç olmasa mənəvi dəstək verin də, mənəvi sevindirin də. Biz də sizdən güc alaq. Yoxdur, bu da yoxdur. Bu da yoxdur. Hamı düşüb ortaya olub vətən sevər. Bu nətər vətən sevməkdir? Bu nətər millət sevməkdir? Bu nə sevgidir belə? Bu saxta sevgi bu milletin niye beynində var? Niye düşüncəsində var? Ay millət, bir özünüzü millət kimi aparın, bəstirin, ayıbdır. Özünüzə hörmət eləyin. Vətəni ya sev, ya sevmə, qutardı getdi. Sevirsənsə səmimi olaraq həqiqətən də, sevirsənsə o sevgiyə qarşı ədalətsizlik varsa sən onun qarşısında durmalısan. Durmursansa sevgin saxtadır. Yalan danışırsan sən, yola verirsən məni, ələ salırsan məni qardaş. Saxla özünə bu saxta vətən sevgini. Məsələ budur qardaşlar. Məsələ budur. Millət özünü düzəltməlidir. Millətin vətənə milləti olan, bayrağına olan sevgisi belə arka planda qalıb. Ona tör sevgidir ki, arka planda qalıb. Öndə yoxdur sən sevgin. Sənin sevgin öndə deyil, görə bilmirik. Görə bilmirik qardaş. Hamı düşüb ortalığa vətən sevər olub, bayraq sevər olub, millət sevər. Hanı bə? Hanı bə? Ona tör sevgidir ki, o sevginin içində mücadilə yoxdur. O sevginin içində mübarizə yoxdur, direniş yoxdur. Ləyaqət anlayışı yoxdur. Nə tör olur bu? Nə tör millətik biz? Məsələ burasındadır qardaş. Biz bu düşünceden çıxandan sonra Əliyev rejimi özü qorxub qaçacaq. Sən meydana tökülməmiş belə qorxub qaçacaq ki, insanların düşüncəsi dəyişilir. Dəyişilmir ki. Dəyişilmir. Kimi dindirsən canımı verirəm, ürəyimi verirəm, vətənimi sevirəm. Yığışdırın bu sözləri. Yığışdırın, kənara qoyun, canını verginən. Ürəyini ver, həyatını qoy, malını, mülkünü verginən. Nə burada deyirsən ki, mən vətən üçün canımı verirəm. Verərəm, yox, ver. Verərəm, yox, ver. Düşman təkcə erməni deyil, deyəndə də bunu nəzərdə tuturlar ki, torpaq, erməniyə qarşı. Yox, tutardı da. Erməni məsələsi də bağlanıb da. Sülh gəldi, nə bilim nə gəldi, 100-dən oyun oynayırlar. Bitib o şeylər. Canını gəl qoy, malını gəl qoy, mülkünü qoy, həyatını qoy. Sən nətər kişilənəsən, nətər ləyaqətli millətçənəsən. Hamı olub vətən sevər, nə qəşəkdir deyirəm. Bu kadar vatansever varsa niye bu vatanda bu ədalətsizlik baş alıb gedir? Niye bu insanlar zulüm çəkir? Ha niye? Beğenin dostlar, beğenin, paylaşın. Salam kardeşler, salam. Kardeş söz təhqir eləməyin, ehtiyac yoxdur. Sözünüz var, söz yazın, söz danışın. Bu şeyler hamısı sizin içindir. Sizin içindir. Sizin balalarınızın öz vətənində ədalətli şəkildə yaşama haqqı var. Nəsillərinin artması haqqı var. Bunu oğurlayıblar. Sən ölkəndən didərgin salıb ailələr hərəsi bir tərəfə, hərəmiz bir tərəfə qarası kimi səpələnmişik. Belə olan halda bu millətin nəsli artacaq, yoxsa kəsiləcək. Sən nə vaxt ailəsən, nə vaxt bir kişi millət olasın sən? Bu olmaz da ne kadar olar? Hamı olub vətən sevər. Mən dəhşətə gəlirəm. Yəni vətənim mən də sevirəm. Sən də sevirsən. Sənin vətənin bu işğalçılardan azad olması üçün heç bir əməlin, heç nəyin yoxdur. Bu nətər vətən sevməkdir mən bilmirəm. Bu nətər, bu nədir belə? Yəni bu saxta sevgi kimə lazımdır ki? Nə verir ki? Yəni saxta sevgi ilə özünüzə motivasiya verirsiniz. Hə? Saxta sevgi ilə özünüzü yani aldadırsınız ki, hə, mən vətən sevirəm. Anlamadım mən.
Bu ne deməkdir ki? Sənin kimi erməni də var, sənin kimi çeçen də var, sənin kimi yahudi də var. Onlar vətənləri üçün gör nələr edirlər. Təşkilatlanırlar, güclənirlər, özlərini maliyyələşdirirlər. Bizimkilərə mübarizə deyəndə, siyasət deyəndə dabanına tüpürüb qaçır. Deyirsən, ha, bax kişi, ay insan, bu mübarizə sənin sevdiyin o vətənin üçündür. Hara qaçırsan? Bu vətənin bərpasında, vətəndə ədalətin bərpa olması üçün sən lazımsan, hara qaçırsan? Sənin qaçmağın güya vətən olan sevgindən xəbər verir. Hamı qaçır. Yekə ki, kişilər qaçır. Bu nə tər şeydir? Bu nə tər Azərbaycanlıdır? Bu nə tər millət sevməkdir? Bu nədir belə? Yəni, mənə çatmır bu. Bu saxta sevgi ilə bu millət niyə yaşasın ki? Yəni, nə gərək var ki buna? Vətəni bəyək dedim mən, bir daha qeyd edirəm. Ya sev, ya sevmə. Qutardı getdi. Sevirsənsə, sevgiyə qarşı ədalətsizlik var Əliyev rejimin tərəfindən. Mən vətənimi sevirəm, mənim sevgimə qarşı Əliyev rejimi tərəfindən ədalətsizlik var, haqsızlıq var. Və mən ona qarşı duruş gətirirəm, anlayıram, qanıram, duruş gətirirəm ki, bu belə ola bilməz. Bu belə ola bilməz. Mən qanıb başa düşürəm ki, xaricə gəlmişəm, bu mənim çıxış yolum deyil ki. Xaricə qaçıb getmək çıxış yolu deyil ki. Başa düşdünüz, o bir seçimdir. Hələliksiniz, hələlik. Rusiyaya da qaçıb gedir de milyonlarla. İndi görün nə qədər Azərbaycanlılar aparıb basın müharibədə öldürürlər. Hələliksiniz. Almaniyanın özündə də hələliksiniz. Bəli. Əbədi deyirsiniz burada. Vallahi billahi. Yetər da bir millət olun da. Bir şərəfiniz olsun da, nə olar ki? Bir mübarizəyə qarşın. Bir təşkilatlanmaya, bir mübarizə meyilli olun. Bəli, başa düşürəm. Deyərsiniz ki, oyunlar var, yalancılar, kimə inanaq. İndi var da, neyiniyək? Deyirsiniz olmasın. Nətər edeyim? Düşmən özünü qorumaq üçün bu bariyerləri qurubdur. İndi mən nətər edeyim? Yaxşı. Biz nətər edeyim? Yəni, sakit qalaq. O bariyerlər nə vaxtsa nətər dağılacaq? Onu sən mən dağıtmalıyıq. Düşmən öz adamlarını yerləşdiribdir. Müxalifət adı altında, bloger adı altında, nə bilim nə adı altında, siyasətçi, jurnalist adı altında yerləşdiribdir. İndi nə qaraq yaxşı? Mübarizə aparmayaq, dirəniş göstərməyək. Və sən hədəfə çatmaq üçün o bariyerləri aşmalısan da. Bu bariyerləri dağıtmaq lazımdır da. Və sən millətin kişiləri haradasan sən? Bariyeri kim dağıdacaq? Sən də sus, mən də susum, o da sussun. Adını da qoyaq ki, kimə inanaq? Kimə inanaq? Necə yəni? Kişi yoxdur bu millətin sizdə. Bir ləyaqətli qadınlar, qızlar, kişilərimiz haradadır? Niyə əl-ələ vermişsiniz? Sizdə də inanmaq olmaz. Ha? Sizin də ləyaqətiniz yoxdur. Siz də satqınsınız. Siz də xainsiniz. Gəlin heç olmasa birlikdə iş görək. Siz olun da. Nə ondan döyürsünüz, nə bundan döyürsünüz. Hamı bəhanə gətirir. Kimə inanaq? İnanmalı adam yoxdursa yetişdirmək lazımdır. Ortaya atmaq lazımdır. Hərəkətə keçmək lazımdır. Əl-ələ vermək lazımdır. Bir istiqamətdə təşkilatlanmaq lazımdır. 5-10 nəfər yığılıb bir yerə qardaşlar, bacılar, ləyaqətli insanlar satılmayan, nəfsinin köləsi olmayan, aclığa, pulsuzluğa, əziyyətə dözümü olan qardaşlar, bacılar əl-ələ verib təşkilatlanmalıdır. Bir istiqamətdə milləti çəkməlidir, iradəsini çəkməlidir özünə. Eləmirsiniz, yoxsunuz, hamınız lider axtarırsınız. Mən başa düşəmirəm mən. Bu nə millətik biz? Lideri yetiştirirlər, yoxsa axtarırlar. Belə millət olar, qardaşlar. Belə xalq olar, belə xalq ağıl olar. Bu nədir belə? Hamı lider axtarır. Deyən yoxdur, lideri yetişdirək. Deyən yoxdur. Bu ağılla, bu şuurla lider mi çıxar ortaya? Olmaz axı, qardaş.